dəyərli şairə Həmidə Fazil qızı poeziyasında. Ürəyimi bu gündən qara daşa bağladım. Sənin üçün darıxdım, sənin üçün ağladım. Sonra adın, ünvanın, bir də ki o qara daş attım dərin quyuya. Həmin daşı mən bir baş, soyuq qaranlıq quyu, bir cəhənnəm dərəsi, bir də sənin ünvanın. Adın, özün, yanındakı birisi. Etiraf et, özünsən, şeytana satılmısan. Lənətlənmiş şeytana adınla, ünvanınla daş quyuya düşən tək atılmısan. Ruhun satılıb demək, cismim də sənin deyil, daha bağışla demə. Nə yalvar, nə də əyil. İnsan qiyafəsində yanındakı o şeytan duracaq bax qəsdinə. Ömrün uzunu hər an mənə bağışla demə, məni bağışla demə. Gözləmə bunu məndən, sənə olan eşqimi adınla, ünvanınla bircə quyuya gömdüm. Ürəyimdə bu gündən məni bağışla demə, mənə bağışla demə.